Dördüncü suala baxırıq. Qaz qarışığı N2 və NH3-dən ibarətdir. Hər biri də N mol verilib. Qarışığın qat sülfat turşusundan keçirəndən sonra reaksiyaya daxil olmayan qazların ümumi mol miqdarı. Biz bilirik ki, azot onsuz da sülfat turşusu ilə reaksiya getmir. Bu reaksiya getməyən miqdarın N molu, yəni bu. Bu olacaq azota aid. Yerdə qalan 0,25 mol isə 25 N mol isə aid olacaq amonyaka. Bizdən istədiyi nədir? Reaksiyadan sonraki qaz qarışığında azotun mol payını, reaksiyadan sonra 1,25'dir. 1,25 azotun mol payını, azotda bilirik ki N onsuz da istifadə olunmayıb da, vur 100 və bizdən istəyir ki, reaksiya zamanı alınan duzda azotun valentliyini. Bunu tapırıq. Bu birinci sualımızın cavabı olur. Alınan duz ammonium duzu olacaq. Yəni NH4 ya HSO4 ya da NH4 deməli 2SO4. İstənilən halda deməli NH4 HSO4 və ya NH4 2SO4. İstənilən bir halda ammonium duzudur, yəni NH4'ün duzudur. Burada azotun valenti təbii ki 4'tür. Və ikinci sualımızın cavabı olacaq 4.